Getdi. Emin, başlayaq qardaşım. Başlayaq. Əziz izləyicilərimiz, gözəl bir dənə evimiz var. 2 mərtəbəli, 5 sotun içində. Ərazimizdə belə bir gözəl visitka, ağaclar, güllü, çiçəkli, hətta toyuq cücə saxlamaq istəyən müştərimiz üçün bax belə bir toyuq cücə saxlamaq üçün yerimiz var. Sonra həyətimiz buradan ibarətdir. 2 maşın bu həyətə Rahatlıqla. Evimiz 2 mərtəbəlidir, tam təmirlidir, təmir olunub, hazır və hal-hazırda bu qapını görürsünüz, bu darvaza da dəyişiləcək, veriləcək müştərinin öz öhdəliyinə. Zəhmət olmasa Emin, bir dəqiqə qardaşım, bir dəqiqə. Bax. Bax giyirik evimizə, ya Allah, bismillah edirik. Bax, gözəl izləyicilərimiz. Bax, evimizin girişi, belə bir koridor variantı bir girişdir. Düzünü deyək, əslində deyək ki, belə evdə bir mətbəximiz var içəridə və evin yiyəsi burada da bir mətbəx hazırlayıb müştəriyə verəcək də, yəni 2 mətbəx olacaq. Bir də zəhmət olmasa gəl bir dənə içəri. Bax, qonaq otağımız. O mən də düşüm. Qonaq otağımız baba burada ibarətdir. Bax, yenə də deyirəm, izləyicilərimiz, bu gördüyünüz əşyaların hamısı verilir. Yalnız elektron əşyalardan başqa. Hər bir şey, evdə nə əşya varsa, hamısı qoyulub çıxılacaq. Bir də elektron əşyalardan başqa. Bir dənə zəhmət olmasa, gəl, içəri bir dənə mətbəği də göstərək müştərilərimizə. İçəri mətbəğimiz budur. Gəl. Bax, bir dənə ona bax. Əla, əsl ailə üçün gözəl bir mətbəximizdir. Bu, içəri mətbəxdir. Biri də çöldə olacaq həmin mətbəx. Bir dənə sanitar qovşağını göstərim. Bax, sanitar qovşağımız da bax, hamamı, bizə dəqiqə, tualeti, bir dənə zəhmət olmasa içini çək, qoy görsünlər. Qoy mən də düşüm. Sanzer və sanitar qovşağı bir yerdədir. Bəli, bir dənə indi keçirik. Bax, əziz izləyicilərimiz, gözəl izləyicilərimiz. Bax, burada da belə bir xudmani, şkaf istəsiz yığdıra bilərsiniz, kladovka kimi belə istifadə edə bilərsiniz. Keçir 2-ci mərtəbə, bir dənə zəhmət olmasa gəl, 2-ci mərtəbəmiz. Yenə bir dənə də qonaq otağı burada. Bir dənə gəl. İndi biz qonaq otağı deyirik, müştərinin, izləyicinin, xalqımızın, millətin istəyinə asılıdır. İstəyir buraya yataq otağı da eləyə bilər. Amma bura qonaq otağıdır. Yəni evin yiyəsi buranın qonaq otağı kimi istifadə edilir. Bir dənə üstünüzə də çəkiləcək. Bir dənə gəl, yataq otaqlarımızı çəkək. Bax, bu bir dənə yataq otağımızdır. Bax, bir dənə bu. Bibi, bu əşyaların hamısı burada qalır da, düzdürmü? Qalır. Bax, görürsünüz əziz izləyicilərimiz, bax. Düzdür. Xalçalar da çoxu qalır. Bax, xalçalara qədər bütün əşyalar qalır. Bax, bibi ilə özümüz şəxsən danışırıq, deyir ki, bala qalır. Bu gördüyümüz əşyaların hamısı qalır. Yalnız elektron olan əşyalarımız onlar gedir. Bir dənə bu otağı da çək. Çəkili bir dənə götürmə zəhmət olmaz. Bir dənə də otağımız burada. Bir dənə də otağımız buradadır. İstərsiniz bunu detski, uşaq otağı kimi istifadə eləyə bilərsiniz. Yalnız müştərinin öz istəyinə azır. Emin, bir dənə bunu da nəzər eləyək. Çox vaxt deyirlər ki, mən yuxarıda da sanitar qovşağı istəyirəm. Bax, bu da yuxarıda olan sanitar qovşağı. Baxa da bilərsiniz, həm hamam, həm sanitar qovşağı. Yenə də deyirəm, bax, bu gördüyünüz aşağıda bir otaq, bir kuxuna, yuxarı istiqaməti isə 4 otaq, 2 sanitar qovşağı. Bir aşağıda, bir yuxarıda. Evimizin qiymətini. Gəl bir də həyəti göstərim. Bir də sürpriz qiymət deyəcəm sizə. Bir də həyəti də göstərim. Bir də sürpriz qiymət, əla bir qiymət. Gəl bir dənə qiymət də deyək. Qoy müştəri, yaddan çıxmışdı. Bir dənə bunu da deyim sizə. Bax, bu gördüyünüz qardirofdur. İndi bunun içində əşyalar var deyənə bunu göstərməyim. Müştəri özü gələcək, görəcək. Nə tər vəziyyətdə istəyir? İstəyir buranı mətbəx eləyəndə bu qardirof burada olacaq, stillərdə olacaq, fərq etmir. Bir dənə gəl, bir dənə bu gözəl bağçanın içində bir dənə qiyməti də deyim. Qiymət cəmi cümləsi 165.000 manat. Endirim olacaq. Əlaqə evin torpağının kupçası da var, çıxarışda var. Yalnız əlaqə nömrəmiz qeyd olunubdur, səhifəmizdə var. Əlaqə saxlayın, gəlin tanış olaq.